Salam dəyərli izləyicilər. Bugün mövsümə uyğun təzə üzüm yarpağından çox dadlı yarpaq dolması hazırlayacağam. Keçək yeməyimizi hazırlamağa. Dolmanın içini hazırlamaq üçün götürmüşəm 400 qram çəkilmiş dana əti, 400 qram çəkilmiş quzu əti, 100 qram çəkilmiş quyruq və bura əlavə edirəm 100 qram yumuşalmış kərə yağı. Əlavə edirəm başından 2 barmaq əksik 200 ml stakanla yuyulmuş yumru düyü. Orta boy çəkilmiş 2 baş soğan. Göyərtilərdən zövqə görə xırda-xırda doğranılmış 2 dəstə şüyüd, 1 dəstə keşniş, 2 dəstə nanə, 3 diş təzə sarımsaq əlavə edirəm. Zövqə görə əlavə edirəm 2 desert qaşığı duz, 1 çay qaşığı istiot və yenə zövqə görə yarım çay qaşığı darçın, 1 çay qaşığı sarı kök və yarım çay qaşığı keşniş toxumu töküb əti qarışdırıram. Əti yaxşıca qarışdırdım. Ətimiz hazırdır. Təzə tər yarpağını öncədən təmiz yumuşam və qaynar suda pörtüb saplağını təmizləmişəm. Dəyərli izləyicilər, mən zövqə görə dolmanı bişirəcəyim qaba öncə duzlayıb istiotladığım xırda sümüklü quzu ətini düzürəm. Əti qaba düzdükdən sonra dolmaları rahat yığmaq üçün ətin üzərindən bir sıra yarpaq düzürəm. Və başlayıram yarpaqları bir-bir büküb yığmağa. Dolmaları qaba düzdükdən sonra axırda yarım stakan su əlavə edirəm. Əgər dolmanı biraz sulu sevirsinizsə, dəyərli izləyicilər, o zaman bir dolu stakan su tökə bilərsiniz. Dolmaların rəngi qaralmasın deyə yenə üzərindən bu formada yarpaqla örtürəm. Qabın qapağını qoyuram ocağın vam xodunda, dolma yavaş-yavaş suyunu buraxıb qaynara düşsün. Dolmamız artıq qaynara düşüb, qapağını qoyub vam xodda 2 saat bişirirəm. İki saat keçdi, dolmalar bişib, üzərinə yığdığım yarpaqları götürüb atıram, yeməyimizi servisə hazırlayıram.
Dolmalarımız çox yumşaq və çox dadlı alınıb, altına yığdığım quzu əti də pambıq kimi bişib. Göz haqqınızı halal edin, dəyərli izləyicilər, salamat qalın.